Oyunun start fiti verildi. Uğurlar hər iki komandaya. Top Xocalı komandasındadır. Ağ formada Xocalı komandasıdır. Mərkəzdə. Bəli, top mərkəzdə. Amil topu qarşıladı. Mədəd sol cinağı İskəndərə ötürmədə. Amil topa çatmaq istəyir. Out. Mən kameranı, görüntünü vermək istəyirəm bizim mətbuat, U16'ların mətbuat xidmətinin üzvü Namiq qardaşa. Namiq qardaş, buyur, belə gəlin, mən düşəcəm buradan. Siz davam eləyin. Çünki komandanın valideyn kimi, həm mətbuat xidmətinin nümayəndəsi kimi bütün komandanı tanıyır və mən aşağıdayım. Hər iki komandaya uğurlar arzu edirik. Hal-hazırda Xudat City və Xocalı komandası 16 yaş qruplarında yoldaşlıq oyunu keçirilir. Hər iki komandaya uğurlar. Top hal-hazırda Xudat City'dədir. Xudat City'nin oyuncuları mərkəzdən topu genişləndirmək istədi, alınmadı. Yenidən İskəndər toplandı. İskəndirdən sol cinağa qeyridə götürmə, daha səliqəli ötürmə vermək olardı. Komandanın hücumu çıxarmaq olardı. İndi isə topu yan xəttdən, altdan Xocalı komandası oyuna daxil elədi. Qonaq komanda toplandı. Amil prensip edib topu aldı. Amildən mərkəzə bəylərə ötürmə. Bəylər toplandı. Bir rəqibinə sıyrıldı, ikinci rəqibinə sıyrıldı. Topu çatdıra bilmədi. Amilə bir toxunuş İskəndərdən. Amil topu qəbul eləmək istirdi. Alınmadı. Alt. Yan xəttdən topu Xudat City komandası oyuna daxil edəcək. Yaxşı inşallah, əla. Yan xəttdən top daxil oldu. Abbas toplandı. Abbas topu meydanda saxlaya bilmədi. Çox təəssüf. Top yan xətti tərk elədi. Qonaq komanda topu yan xəttdən oyuna daxil elədi. Amil topu qəbul elədi. Toplandı. Hal-hazırda Amil rəqibinə sırması, qabağa ötürməsi alınmadı. Bəylər rəqibinə presik eləyir. Yan xəttdə topu almaq istəyir. Sıxır. Mərkəzə qonaq komandanın ötürmə. İndi isə qonaq komanda hücum reallaşdırmaq istəyir. Mərkəzə ötürmə. Yenidən geriyə müdafiəçi ötürmə. Bir toxunuşlu ötürmələr. Mərkəzə Əli topu qarşıladı. Yenə İskəndər rəqibinə mübarizə aparır. Alınmadı. Xudat City topu uzaqlaşdırmağa çalışır. Amil toplandı. Amil mərkəzə baxdı. Amildən İskəndərə ötürmə. İskəndər bir toxunuşlu pas. Top yan xətti tərk elədi. Out. Canlıda bizə dəstək olan hər bir kəsə təşəkkürümüzü bildiririk. Əlbəttə ki, sizin hər birinizin dəstəyi bizim regionda futbolun inkişafı deməkdir, uşaqların gələcəyi deməkdir. Bu yolda kimlər dəstək olsa hər birinə təşəkkür edirik, minnətdarıq. Yan xəttdən topu Əli oyuna daxil edir. Xudat City İskəndər toplandı. Saxlaya bilmədi. Bir toxunuşlu toplar. İndi Abbas daxil oldu. Out. Outdan topu Xudat City komandası oyuna daxil edəcək. Əlidən mərkəzə ötürmə. Fərid Dögüşov baş zərbəsi ilə topu uzaqlaşdırdı. Yenidən Xocalı komandası Şərəf topladı. Xudat City. Fərid bir toxunuşlu mübarizə aparırlar meydanın mərkəzində. Yenidən Xocalı komandası topu qazandı. Şərəf toplandı. Şərəfdən sol cinağa ötürmə. Amil rəqibini keçmək istədi, alınmadı. Rəqib topu qarşıladı, yenə out. Xudat City komandası yan xəttdən topu oyuna daxil edəcək. Əli yenə ötürmə İskəndərdən. Geriyə ötürmə Xudat City komandasının oyuncuları topu yan xəttdən düzgün oyuna daxil edəmədilər. İndi Şərəf topu meydandan çıxardı. Xudat City azlıqda yaxalana bilərdi. Yenidən Xocalı komandası hücuma keçmək istəyir topla. Mərkəzə doğru heç nə yoxdur orada. Komanda oyuncular bir-birinə toxundular. Top hal-hazırda bəylərdədir. Sol cinaqdan sürətli hərəkət eləmək istəyir. Bəylər bir-iki rəqibindən sıyrıldı. Üçüncü rəqibindən də sıyrılmağa çalışır. Alınmadı. Mədəd yenidən bəylər. Bəylər bir rəqibindən sıyrıldı. Topu mərkəzə doğru. Abbas mərkəzdədir. Abbasdan qapıya zərbə. Qapçı. Birinci cəhdə topu qəbul edə bilmədi. Ancaq qarşısında oyunçu olmadığı üçün tam rahat şəkildə topu oyuna daxil edir. Yenidən Xocalı komandası
İrəliyə atılır, topu çıxarmaq istəyir. Amil, Amildən Fəridə ötürmə, dəqiq alınmadı. Yenidən Dögüşov, Dögüşovdan Amilə doğru ötürmə. Xocalı komandasının qapısı ağzında rəqabət var. Amil top sonda Amildən. Xuda City'nin komandasından, oyuncusundan daha doğrusu oyunu tərk elədi. Qapıcı topu komanda yoldaşına ötürür. Xuda City tam qüvvəsinə irəli atılıb. Xocalı komandası topu hələ də özünə saxlamaqda çətinlik çəkir. Bir rəqibi ilə sırıldı qalan komandanın oyuncusu Əlbər İskəndər gəldi. Amil topu rəqibə vurub çıxardı. Xuda City yenidən topu Mədətdən Amilə doğru sağ cinağa ötürmə. Amil çata bilmədi rəqibinə. Xocalı komandasının müdafiəçisi ağıllı oynayıb topu. Öz komanda yoldaşlarını ötürməyini aldı. Dögüşov, Fəriddən gözəl hərəkətlər rəqiblərindən top almağa çalışdı. Buna az olsa müvəffəq olmuşdu, ancaq rəqiblər də Fəridə imkan vermədi. Bəylər toplandı, bəylərin daban ötürməsi alınmadı. Daha səliqəli oynamaq olardı. Mədət toplandı. Xuda City'nin 7 nömrəli oyuncusu. Abdullah mərkəzə çəkildi. İskəndər bir-birlərinə başa düşmədilər. İskəndər yenidən toplandı. Əli topu qəbul edir. Əlidən sağ cinağa. Amil ötürmə. Amildən bir toxunuşlu irəli ötürmə. Abbas topa çatanmadı. Yan xəttdən top oyunu tərklədi. Hal-hazırda oyunun 10-cu dəqiqəsidir. Hesab 0-0'dır. Xuda City və Xocalı komandası qarşılaşırlar. Əlbəttə ki, bu yoldaşlıq oyunudur. Hər iki komandaya uğur arzu edirik. Futbol görmək istəyir. Top indi hal-hazırda Abbasdadır. 17 nömrəli oyuncu Abbas topladı. Qarşısında rəqiblər var. Keçməyə çalışır. Abbas rəqiblərini keçəmədi. Abdullah rəqibindən sıyrıldı. Abdullahdan mərkəzə ötürmə. Dögüşov. Fəriddən uzun pas, diagonal. Çox sürətli alındı. Amil bu topa çata bilmədi. Ağıllı ötürməkdir. Vaxtında idi. Amil topa çata bilmədi. Yaxşıdır uşaqlar, gol. Canlıda olan hər kəsə salamlayırıq. Hər kəsə salam yazır, cavab verə bilmirik, üzr hesablayasınız. Çünki fikrimiz oyunda da oyunu komentar edirik. Çatdırıb sizin suallarınıza cavablandıra bilmirik. Hər kəsə salam yazdığını, aleyküm salam deyib qarşılayırıq arkadaşlar. Xocalı komandası hücuma çıxmağa çalışır. Abdullah topu rəqibə çatmağa qoymadı. Yanında rəqibləri var. Sırılmağa çalışır. Bir neçə oyuncu var. Abdullah pas vermək lazımdır. Yenə də sırıldı. Ağıllı ötürmə. Mədət oyunun mərkəzindədir. Mədət bir rəqibdən sıyrılır. Mədət top itirdi. Xocalı komandası yenidən hücuma çıxmağa çalışır. İrəliyə doğru ötürmə. Qapçı Ramazan. Şərəfə doğru ötürmə. Şərəfdən mərkəzə İskəndər. İskəndər toplandı. İskəndər rəqibindən sıyrıldı. Mərkəzə doğru ötürmə yenidən. Fəriddən bəylərə ötürmə. Bəylər topu səliqəli saxlaya bilmədi. Ancaq hər halda topa çatdı. Rəqibini keçdi. Bir rəqibindən keçdi. İkinci rəqibdən və Əhmədli bəyləri yıxdılar. Bəylər rəqibləri ilə mübarizə aparıb daha çox fərdi ustalığı ilə topa nail olmağa çalışır. Bu əlbəttə ki, meydanın mərkəzində sərt mübarizəyə səbəb olur. Xuda City komandası cərimə zərbəsi yerinə yetirəcək. Topun arxasında Fərid Dögüşovdur. Fəriddən qapı qarşısına ötürmə. Heç kim yoxdur. Komanda yoldaşlarından heç kim yoxdur. Topa çıxmadı. Əslində sağlam və gözəl ötürməkdir. Mədət oyunun mərkəzindədir. Mədət rəqiblərindən sıyrıldı. Yenə də ötürmə. Dəqiq alınmadı. İskəndər topu qarşıladı. Amil komanda yoldaşlarını axtarır. Əli baxdı. Əlidən mərkəzə ötürmə. Dəqiq alınmadı. Həmin istiqamətdə Abbas var. Əlbəttə ki, Abbas. Xocalı komandası yenidən hücuma çıxmağa çalışır. Cinaqdan mərkəzə ötürmə. Bir də cinağa ötürmə. Mədət rəqibini qarşıladı və topu meydandan çıxardı. Xocalı komandası altdan topu oyuna daxil edəcək.
Abdullah topu uzaqlaşdırmağa çalışır. Bəylər rəqibi ilə mübarizə aparır. Topu qazanmağa çalışırdı. Rəqibi daha cüssəlidir. Topun qarşısını kəsdi. Baxmayaraq ki, mübarizə aparırdılar orada. Xocalı komandası mərkəzdə bir ötürmə, cəlmə meydançasına ötürmə. Offside. Oyundan kənar vəziyyət. Canlıda bizə dəstək olan hər kəsə təşəkkür edirik. Hər kəsə. Hər birinizə ayrıca təşəkkürümüzü bildiririk. Qudat City komandasına dəstək olduğunuz üçün, ümumiyyətlə futbola dəstək olduğunuz üçün çox təşəkkür edirik. Mədət rəqibini sıxmağa çalışır. Abbas topu aldı. Abbas baxdı. Amildən ötürmə. Abbas topa çata bilmədi. Abbas topa çata bilmədi. Adasa burada oyundan kənar vəziyyət görünürdü. Hakimin gözünə əlbəttə ki, yəqin ki, yayındı. Çünki onun qarşısını oyuncular kəsirdi. Biraz da mövqeydən uzaq idi. Hal-hazırda birinci hissə gedir. Bəli, komandalar hələ ki, qol hesabını açmayıblar. Cəmi 2 zərbə olub Qudat City komandası tərəfindən Xocalı komandasının qapısına. O da tam dəqiq zərbə deyildi. Yenidən top mərkəzdədir. Amil topu qarşıladı. Amildən geriyə ötürmə Şərəf. Şərəf meydana baxır. Mərkəzə ötürmə Amil. Amildən sağ cinağa Əliyə. Əlidən İskəndərə. İskəndər mərkəzdədir. İskəndər topla İskəndərdən Amilə. Amil toplandı. Amildən mərkəzə. Abbas yenə mövqeyində rahat değildi. Topu qarşılaya bilmədi. Abdullahdan Fəridə ötürmə. Sağ cinağa, sol cinağa özür istəyirəm. Fərid meydana baxır. Fəriddən diagonal ötürmə. Amil topu saxlamağa çalışır. Amil rəqibinlə mübarizə aparır. Rəqib topu yenə də Amildən rahatçılıqla aldı. Yenidən Amil mübarizəsi davam etdirir. Amil topu qazandı. Amil rəqibindən keçmək lazımdır. Amil artıq hərəkətlər artıq. Başvur üstünə. Yan xəttdən Əli. Topu oyuna daxil et. İskəndər yenidən Əliyə. Oynayırıq. Top yan xətti tərk eləməyib. Mərkəzə doğru Xocalı komandasının ötürməsi bir rəqiblə sürüldü. Sol cinağa doğru ötürmə. Şərəf topu qarşıladı. Əlidən bir toxunuşlu pas. Yenidən Mədət 7 nömrəli oyuncu. Mədət rəqibindən sırmağa çalışır. Mədət artıq hərəkətlər lazım deyil. Komandanın mərkəzində, oyunun mərkəzində daha səliqəli ötürmə etmək olardı. İskəndər geriyə dönüb komandasına kömək eləyir. Bir pas Abdullahdan bəylərə ötürmə. Bəylər toplandı. Bir rəqibindən sıyrıldı. Bəylər 2 rəqibindən sıyrıldı. Pas verdi. Abdullah mübarizə aparır. Abdullahdan gözəl hərəkətlər. Abdullah yerdə qaldı. Abdullah qarşı qayda pozuntusu. Abdullah bugün çox gözəl oynayır. Ardasa futbol 15 dəqiqədir başlayıb. Oyun birinci hissədir. 16-cı dəqiqəsi gedir oyunun. Fərid topun arxasındadır. Fəriddən cəlmə meydançasına ötürmə Amil topa çatmağa çalışır. Amil toplandı. Topu saxlamağa çalışır Amil. Topu saxlaya bilmədi. Adi vəziyyətdə top meydandan çıxdı. Tələsmə, bak. Sağ ol. Bu nədir bir gəldi? Görmürəm şey. Yeni İlkin Şərəfdən mərkəzə ötürmə. Mədət toplandı. 7 nömrəli oyuncu Mədətdən asma ötürmə. Abbas topa çatacaqmı? Çatmadı. Abbas oyundan kənar vəziyyətdədir. Abbas birinci dəfədir ki, oyundan kənar vəziyyətdə düşür. Rəqiblərindən çox öndə olur. Xocalı komandası yenidən oyuna başladı. Mərkəzə ötürmə, bir toxunuşlu paslar, ötürmələr. Rəqibindən sırmağa çalışır Əli toplandı. Əlidən mərkəzə. Abbas buradadır. Abbasdan başına ötürmə. Bəylər topa çatacaqmı? Bəylərdən qapıya. Top qapının yanından keçdi. Çox gözəl bir ötürmə idi. Bəylər topu da gözəl ramələmişdi. Sadəcə olaraq qapıya dəqiq bir zərbə lazım idi ki, hesab arasındakı fərq artıq açılmış olsun. Yenidən Xocalı komandası sağ cinağa ötürmə eləyir.
Mərkəzə ötürmə İskəndər topu qarşıladı. İskəndərdən yenidən mərkəzə. Burada Fərid var, Dögüşov. Topa toxuna bilmədi. Yenidən Fərid. Fərid topu saxlamağa çalışır. Ötürmə top bəylərdədir. Bəylər rəqibindən sıyrılmağa çalışır. İtirdi. Onun forması. Hə, forma əlbəttə ki qarışdırır orada. İlkin. İlkindən Abdullah'ı ötürmə. Abdullah iki rəqibindən sıyrılmağa çalışır. Mədət köməyə gəldi. İlkin. Abdullah'dan yenidən Mədətə. Mədət mərkəzdə. Komanda yoldaşlarını axtarır. Cınağı dəyişdi. Şərəf meydana baxdı. Şərəfdən uzun pas Abbasa doğru. Abbasın qarşısında cüssəli müdafiəçi var. Abbas topu saxladı. Abbas gözəl oynadı. Abbasdan 50'ye ötürməm. Amil. Daha ağıllı zərbə vurmaq olardı. Çox təəssüf ki, top qapının üstündən keçdi. Amilin zərbəsi dəqiq oldu. Qəşəngdir, qəşəng. Bu da çiçi canavar. Topu şeydən qapçı qabağına atar aldı. Kim çatmadı o? Keçdi o. Beylər. Hə. Qapçı götürürdü axı. Çatmışdı axı topa. Bayağı. Hə, vurdu qırağa çıxdı topu. Yox, geç çıxdı. İki Qapçı şey belə. çıxdı. Hə. Əli, səndən qabaq rivok eləməsin. Bax ki, səndən qabaq rivok eləməsin. Xocalı komandası öz meydançasından çıxmağa çalışır. Ötürmə alınmadı. Out. İskəndər. Toplandı İskəndər. Yan xəttdən oyunu topu daxil edi. Əli toplandı. Əlidən mərkəzə ötürmə. Dəqiq alınmadı. Bu forma çaşdırır. Bir dənə forması yoxdur bu ya. Şərəf toplandı. Şərifdən. Əli topu saxlaya bilmədi. Yenidən Xocalı komandası çıxmağa çalışır. Fərid, Dögüşov cınağı dəyişməyə çalışır. Mərkəzə ötürmə. İlkindən Abdullah'a. Sən seçilmir, Abdullah topla irəliləyir. Qarşıdakı oyuncuları komanda yoldaşlarına baxır Abdullah'dan. Cınağı ötürmə. Bəylər toplandı. Bəylər bir rəqibdən sıyrıldı. İkinci rəqibdən sıyrıldı. Bəylər yenidən toplandı. Bəylər topu itirdi. Ötürmə vermək lazım idi. Məncə orada çox alışmağa ehtiyac yoxdur. Bir-iki rəqib sonradan isə ötürmə vermək lazımdır. Şərəf toplandı. Kudat City komandası geriyə qayıdır. Qapçı Ramazana qədər top gəldi çıxdı. Ramazan. Şərəf topu qəbul elədi. Şərəfdən ötürmə. Amil topu meydanda saxladı. Şərəf topu qarşılayır. Meydanın mərkəzindən topla hərəkət edir. Şərəfdən cınağa ötürmə, ancaq inanırıq ki, Şərəf ağıllı ötürmə vermək istəyirdi. Topu bəylər istiqamətində döndərmək istəyirdi, ancaq top dönmədi. Ya və yaxud ki, döndərə bilmədi. Gözəl fikir idi. Xocalı komandası çıxmağa çalışır. Amil və Əli presik eləyib topu aldılar. Out. Başımın üstündən xəttə bax. Başımın üstündə bir də xəttə bax. Və yanında var. Əli yan xəttdən topu oyuna daxil edir. Abbası gördü. Abbas topa çatmadı. Yenidən Xocalı komandası. Bəylər bu hədiyyəni qəbul edə bilərdi. Biraz da sıxa bilərdi komanda yoldaşları ilə birlikdə. Xocalı komandası hücuma çıxmağa çalışır. Abdullah topa yaxındır. Kənarlara baxdı. Ötürməsi dəqiq alınmadı. Xocalı komandası hesabı aça bilər. Cəmi meydançasının daxilində qarşılıq var. Ramazan. Qapçı Ramazan topu qəbul elədi. İndi isə daha sürətli hücuma çıxmaq olar. İlkin toplandı. İlkin komanda yoldaşlarını axtarır. İlkindən ara pası. Bəylər toplandı. Bəylər cınaqda hərəkət eləyir. Rəqibindən keçməyə çalışır. Bəylər cəmi meydançasının daxilindədir. Topu gətirdi. Amma tam ötürmə edə bilmədi. Rəqibin iki müdafiəçisi çox cüssəli və qüvvəli oyunculardır. Baxmayaraq da komanda şəklində iştirak edəcəklər. Komandalar su fasitəsindən qayıdırlar. Oyun davam edəcək. Qaldığı yerdən əlbəttə ki, davam edir. Yenidən məlumat verim ki, Kudat City və Xocalı komandası üz-üzə gəlir. Oyun yoldaşlıq oyunudur. Qoçaqlı kənd stadionunda keçirilir. Oyunun birinci hissəsidir. Demək ki, yarım saat artıq geridə qalıb. Hesab 0-0'dır.
Oyun yan xəttdən. Altdan. Xudas City komandasının yan xətt atışı ilə başladı. Fərid Dögüşov toplandı. Fərid qarşısındakı komandanın, rəqib komandanın oyunçusunu keçməcə Abbas. Abbas iki rəqibdən sıyrıldı. Abbas mərkəzdən Çınağa ötürmə. Burada say. Amillə Əli dəyişdi. Əli. Yəni ki, öz istəklərinə əsasən dəyişiblər olar. Hava çox istidir. Temperatur demək olar ki, hardasa bir 38-39 dərəcə var hal-hazırda bir dəqiqə. Ola bilər uşaqların istəklərinə əsasən dəyişdi. Xocalı komandası yenidən mərkəzdən ötürmə eləmək istedi. Bəylər topa çata bilmədi. Xocalı komandası yenidən hücum çıxmağa çalışır. Sağ cinaqla hərəkət edirlər. Abdullah topu oyundan çıxardı. Abdullah bir gün hələ ki bu yarım saatın demək olar ki, ən güclərindəndir. Yəni mövqeyində inanılmaz oynayır. Səhvsiz oynamağa çalışır. Xocalı komandası yenidən çıxmağa çalışır. Şərəf topu saxlaya bilmədi. Rəqib komandanın qapıya doğru zərbəsi elə də təhlükəli deyildi. Ramazan topu İlkinə ötürdü. İlkin toplandı. Abdullah. Abdullahdan sol cinaqdakı oyunçuya Fərid ötürmə. Fərid Dögüşov bir rəqibindən sıyrıldı. Fərid komanda yoldaşdan axdı. Fəriddən Bəylər ötürmə. Bəylər toplandı. Cərimə meydançasına daxil olur. Bəylərdən qapıya zərbə. Top qapının yanından keçdi. Elə də təhlükəli bir zərbə deyildi. Daha yaxşı zərbə vurmaq olardı məncə. Bu həm qapıçı üçün asan da olardı. Qapıya gəlsə də qapıçı onu dəf eləyə bilərdi. Xocalı komandası yenidən top oyuna daxil eləyir. Mərkəzə ötürmə. Xocalı komandası əksər aladı mərkəzdən çıxırlar. Sonradan cinağa ötürmələr edirlər. Şərəf yenidən öz mövqeyindədir. Şərəfdən irəliyə doğru ötürmə. Xocalı komandası müdafiəçiləri topu uzaqlaşdırmağa çalışırlar. Cinağa ötürmə. Yenidən bir cinağa da ötürmə. Komanda çox yaxşı çıxdı. Burada qayda pozuldu. İskəndər rəqibinə qarşı qayda pozuntusu etdi. Xocalı komandası cərimə zərbəsi yerinə yetirəcək. Topun arxasında 7 nömrəli oyuncudur. Çox təəssüf edirik ki, biz Xuda City komandası üzvləri olaraq uşaqların adlarını artıq bilirik. Rəqib komandanın adlarını siyahıda olmadığı, siyahı bizdə olmadığı üçün səsləndirə bilmirik. Bu bəzən görsən anlaşmazlıq yaradır. Bu baxımdan bizi üzr hesab edirsiniz. Hesab hal-hazırda 0-0'dır. Bəli. Xocalının da görsən azərkeşləri var. Yəni Komentarla bəzi yazırlar orada, mən görürəm. Xocalı komandası cərimə meydançasının kənarında cərimə zərbəsi yerinə yetirir. 4 nömrəli oyuncusu qapıya doğru zərbə. İskəndər topu geri qaytarsa da Bəylər topu qəbul eləmək istədi, alınmadı. Rəqib ona imkan vermir. Abbas toplandı. Abbas çox sürətlidir. Topu özündən irəli çox atdı. Abbas rəqibindən sürdü. Abbasdan ötürmə. Başdan zərbə. Hər iki epizodda hər iki oyuncu çox gözəl oynadı. Çox gözəl. Qapıçının reaksiyası inanılmaz idi. Ani bir refleks topu qapıya getməkdən qaçırdı. Bu Xuda City komandasının ən real gol imkanlarından biridir. Birinci hissədə oyunun harısı 40-cı dəqiqəsi gedir. Xuda City komandası küncdən zərbə yerinə yetirəcək. Topun arxasında Fərid Dögüşovdur. Fəriddən ötürmə. Şərəf başına zərbə indirmişdi. Ancaq çox təəssüf ki Abbasa dəyən top, öz oyuncumuza dəyən top geri qayıtdı. qapıya gedən topa. Xocalı komandası yenidən cinaqdan çıxmağa çalışır. Mərkəzə doğru ötürmə. 19 nömrəli oyuncu yenidən Abbasdan İskəndərə ötürmə. İskəndər rəqibindən sıyrıldı. Bəylərdən qapıya zərbə və gol! Çox mükəmməl bir gol. Bu nə gol idi? Akrobatik zərbə, dəqiq zərbə, inanılmaz bir gol. Ronaldo sayağı. Mən deyərdim ki, bəlkə də Ronaldo Bəylər sayağı gol atmışdı. Çox mükəmməl, çox.
Çox təəssüf ki, qolun təkrarına baxa bilmirik. Bilmirəm, burada görürsən şeydə... Mənim yayımda şey gedir, yazılır yayım. Koyma geç üstüne. Bax. Canlıdan sonra götür. Canlıdan götür. Əli. Osmandan ötürmə qapı qarşısına. Yaşar. Sonra götürmək olur videonu. Hə. Xocalı komandası yenidən irəli atılır. Osman, müdafiəçi, 16 nömrəli müdafiəçi Osmandan mərkəzə ötürmə. Fərid mərkəzini irəliləyir. Fərid rəqiblərindən sıyrılmaq üçün Abbas toplandı. Abbas sərmə meydan çıxdı. Abbasdan zərbə direkdən qayıtan top. Orada 11 ola bilməz. 11 ola bilməz, rəqibin öz komanda yoldaşından qayıtan topdur. Ondan qabaqda əlbəttə ki, oyundan kənar vəziyyət var idi. Yırtıcılar, canavarlar, alır. Xocalı komandası yenidən çıxmağa çalışır. Komandada biraz inamsızlıq yaranıb. İskəndər toplandı, bir rəqibindən sıyrıldı. İskəndər Osman'a ötürmə. Osman cərmə meydançasına baxdı. Osman topu mərkəzdən çox apardı. Özündən irəli yan xəttdən çıxardı. Out. Osman topu qapıçıya vermək lazımdır. Rəqib komandanın qapısına vermək. Hava istidir, əlbəttə ki, oyunçular əziyyət çəkirlər. Yox, indi daha da qayıtmalıdır. Salam yazandan hər kəsin görməsək də salamlarını qəbul edirik. Çekme. Dəstək olan hər kəsə təşəkkürümüzü bildiririk. Xocalı komandası çıxmağa çalışır. Alınmadı. Yenidən rəqib İskəndər toplandı. İskəndərdən əlbəttə gözəl hərəkətlər. İskəndər mərkəzə doğru ötürmə. Yenidən Xocalı komandası çıxmağa çalışır. Osman rəqiblərindən top alanmadı. 11 nömrəli oyunçu çox yaxşıdır. Mərkəzə oturma. Top rəqibdə idi. Məncə avantaja buraxmaq olardı. Bəli, çünki rəqibin 2 oyunçusu var idi. Yerdə rəqib oyunçunun komandası qalıb. İskəndər yenidən qayda pozuntusu elədi. İskəndər bu artıq ikincidir. Olmaz. Rəqibə qarşı olmaz. Olmaz. Oyunda belə yoldaşlıq oyunda olmaz. Belə şeylər olmaz. Hesab 1-0 Xudas City komandasının xeyrinədir. Topun arxasına dönməyən oyuncudur. Cərimə zərbəsi yerinə yetirəcək Xocalı komandası. Cərimə zərbəsində birbaşa qapıya zərbə çox təhlükəli idi. Çox gözəl, mükəmməl vurmuşdu. Azacıq dəqiqlik çatmadı ki, hesab arasındakı fərq bərabərləşsin. Düz 9-luğa göndərmişdi. Oyunçunun zərbəsi çox mükəmməl idi. Qüvvətli zərbə idi. Düzdür artıq. Qol hesabı bəli. Bərabərləşməyini artıq biz demək olar ki, garantiləmişdik. Hesab hal-hazırda 1-0 Xudas City komandasının xeyrinədir. Oyun Qoçaqlı kənd stadionunda keçirilir. Yoldaşlıq oyundur. Xudas City və Xocalı futbol klubları arasında keçirilir 16 yaşlılar üzrə. Hava yaxşılaşır. Biraz istili sınır. Hə, yox, temperatur düşdü. Biraz düşdü, hə. Sərin ki, biraz. Topu Xudas City komandası oyuna daxil eləyir. Sol canavar ötürmə. Bəylər toplandı. Bəylər komanda yoldaşdan axtarır. Fəriddən bir toxunuşlu hərəkət. Pas alınmadı. Fərid yenidən. Bəylər toplandı. Bəylər komanda yoldaşdan axtarır. Mərkəzə gəldi. Bəylərdən ötürmə. Osman'a doğru. Bir pas yenidən. Xocalı komandası topu mərkəzdən üzr istəyirəm, oyundan çıxardı. Yan xəttdən topu Xocalı komandası çıxardı. Xudas City komandası yan xəttdən topu oyuna daxil edəcək indi. Bəzən görürsən oyunda dayanmalar olur hal-hazırda. Bu əlbəttə ki müəyyən çatışmazlıqlardan irəli gəlir. Oyunda yeganə topun olmağı. Vay.
Canlıya yeni qoşanlar, xoş gəlmisiniz. Salam verilən hər kəsin salamını qəbul edirik. Üzr istəyirəm, kommentar edirik deyə cavablandıra bilmirik bəzi hallarda. Oyun keçilir Xaçmaz rayon Qoçalı kənd stadionunda Xudat City və Xocalı futbol klubları arasında keçirilir. 16 yaşlar üzrə yoldaşlıq oyunu. Hesab da 1-0 Xudat City'nin xeyrinədir. Oyunun 38-ci dəqiqəsində bəylərin akrobatik vuruşu ilə hesab açıldı. Hal-hazırda komandalar meydanın mərkəzində mübarizə aparırlar. Abdullah toplandı. Abdullah mərkəzdə komanda yoldaşlarını axtarır. Abdullahdan Osman'a ötürmə, Osman'dan Şərəf komanda yoldaşlarını axtarır. Şərəfdən mərkəzə ötürmə, dəqiq deyil. Yenidən Şərəf topu qarşıladı. Şərəf səhv eləmək olmaz orada İlkin. Şərəfin səhvini düzəltdi. İskəndər topla hərəkət edir. Yanında rəqib oyunçu var. İskəndərdən ötürmə. 19 nömrəli oyunçu oyundan kənar vəziyyətdə idi əlbəttə ki. Xocalı komandası topu oyuna daxil elədi. Geri ötürmə, öz cəmi meydançalarına daxil elədilər. Qapıcıda da top, qapıcıdan yenidən müdafiəçi ötürmə. Abbas topu saxlaya bilmədi, səliqəsiz alındı. Abdullah cinaqdadır. Abdullah topu rəqibə vermədi. Bir gün Abdullah çox gözəl oynayır. Baxmayaq ki, rəqiblər ondan cüssə baxımından daha qüvvəlidirlər, ancaq Abdullah onlara imkan vermir, aman vermir. Top yenidən yan xəttdən çıxdı. Xocalı komandası topu oyunu daxil edəcək. Top Xocalı komandasındadır. Yenidən out, topun qarşısını Xudat City komandası 11 nömrəli oyuncusu kəsdi, topunu dəyib çıxdı. Yenidən Xocalı komandası mərkəzə ötürmə. Top İskəndərdən sol cinağa ötürmə. Yenidən Osman geridən sürətli gəldi. Osman cərimə meydançası daxilindədir. Osmandan qapıya zərbə. Top yan xəttdən oyunu tərk elədi. Osman yan xəttdən top oyuna daxillədi. 19 nömrəli oyunçu rəqibini keçir. Cərimə meydançasına ötürmə etdi, yoxsa bu zərbə idi bilinmədi. Yenidən top yan xətti tərk elədi. Hesab hal-hazırda 1-0 Xudat City futbol komandasının xeyrinədir. Gel kapıya. Osmandan İskəndərə ötürmə. İskəndər toplandı. İskəndər cərimə meydançasına ötürmə. Mədət toplandı. Mədət topu itirdi. Topu qarşılayan yoxdur. Abdullah topu qəbul elədi. Abdullah cəmi meydançasına baxır. Abdullahdan qapıya zərbə. Qapının üstünə az fərqlə. Abdullahın qarşısı əlbəttə ki, açıq idi. Çox ağıllı qərar verdi. Qapıya zərbəni yekunlaşdırdı. Bir az dəqiq olsaydı, qapısı artıq çox qabaqda idi. Məncə topu qəbul eləyə bilməyəcəkdi. Top bəli, tora daxil olacaqdı. Hal-hazırda oyun yekunlaşdı. Biz fasilə çıxırıq. 10 dəqiqə, 15 dəqiqədən sonra yenidən sizinlə bilgi olacaq. Xocalı komandası arasında yoldaşlıq oyunu keçirilir. Oyun Xaçmaz rayonunun Qoçaqlı kənd stadionunda keçirilir hal-hazırda. Hesab 1-0 Xudat City komandasının xeyrinədir. İkinci hissə başlayır hal-hazırda. Topu oyuna Xudat City komandası daxil elədi. Abdullah topu səliqəsiz şəkildə qəbul edildi, saxlaya bilmədi. Abdullah toplandı. Abdullahdan mərkəzə ötürmə alınmadı. Xocalı komandası hücuma keçməyə çalışır. 20 oyuncudan qapıya zərbə. Abdullah blok qoydu. Yenidən top Xocalı komandasındadır. Osman rəqibə qarşı sərt oynadı. Deməzdik ki, kobud oynayıb sərt oynadı. Topu alsa da hakim Xocalı komandasının lehinə qərar verdi. Cərimə zərbəsi yerinə yetiriləcək.
Dəstək olan hər kəsə təşəkkürümüzü bildiririk. Xocalı komandasının cəlmə zərbəsindən mükəmməl bir qol. Aferin. Yaxşı zərbə idi. Birinci hissədə də həmin oyunçu qapıya doğru cəlmə zərbəsindən zərbə endirmişdi. Az sayıyla qapının yanından keçmişdi. Bu fürsəti isə oyunçu əldən vermirdi. 1-0 Xuda City komandası birinci hissədə öndə idi. İkinci hissə başlamağına Xocalı komandası irəli atıldı. Cəlmə zərbəsi qazandı. Hesab bərabərləşdi. 1-1. Topa yenidən Xuda City komandası mərkəzdən başlayır. Fəriddən ötürmə. Top bəylərdədir. 11 nömrəli oyunçu sürətli hərəkət etməyə çalışır. Bəylərdən mərkəzə ötürmə. Yenidən topu çıxarmağa çalışır. Fərid Dögüşov başdan oynadı. İskəndər oyunun mərkəzində. Dögüşov yenidən sürətli şəkildə hərəkət edir. Mərkəzə ötürmə. Abbas'a top çatmadı. Abbas rəqibindən top almağa çalışır. Abdullah topu qarşıladı. İskəndər topu qəbul etməyə çalışır. İskəndər almağa çalışır. İskəndər rəqibinə mübarizə aparır. İskəndər rəqibindən sırmağa çalışdı. İskəndərdən cınaq ötürməsi. Xocalı komandasının oyunçuları topu qarşıladılar. Müdafiəçilər topu uzaqlaşdırmağa çalışırlar. Abbas ayağa təmas var idi. Hal-hazırda U16'dır. U16 komandalı yoldaşlıq oyundur. Hesab 1-1. Xuda City 1, Xocalı 1. Xocalı komandası yenidən hücuma keçməyə çalışır. Rəqib komandanın qapıya zərbəsi. Abbas topu mərkəzə qəbul edir. Abbas sürətlidir. Abbasdan cınağı ötürmə. 19 nömrə oyuncu topu qəbul edir. Yenidən mərkəzə Abbas'a ötürmə. Abbasdan cınağı ötürmə. Bəylər topu qəbul elədi. Ancaq rahat saxlaya bilmədi. İskəndərdən qapıya zərbə alınmadı. Mədət topu qarşılaya bilmədi. Rəqib 2-7 nömrəli oyuncu cınaqda rəqabət Osman rəqibini qarşıladı. Osmandan Şərəfə ötürmə. Şərəf yenidən Mədətə. Mədət rəqibinə hər iki vəziyyətdə tutdu. İlkin çox regular olur. İlkin mərkəzdə keçdi. İrəliyə ötürmə. Kimə? Qarşıda heç bir komanda yoldaşı yoxdur. Osman toplandı. Şərəf yenidən Osman səhv elədi. Rəqibi topu aldı. İlkin qarşıladı. Osman yenidən topladı. Osmandan Mədətə ötürmə. Mədət komanda yoldaşlarını axtarır. Mədətdən ötürmə. 19 nömrəli oyuncu topu meydanda saxladı. Offside yoxdur. Oyundan kənar vəziyyəti yoxdur. Ötürmə. Abbas başlan zərbə və qol. Cınaqdan təşkil olan hücum qolla nəticələndi. Əlbəttə ki, topa axıra qədər oynamaq lazımdır. 19 nömrəli oyuncu hakimin fitinə qədər oynadı. 19 nömrəli oyuncu axıra qədər oynadı və topu qəbul edib cəmi meydançasına ötürdü. Offside-dan söhbət gedə bilməz müəllim. İki oyuncu pozurdu. Oyundan kənar vəziyyəti hər iki oyuncu pozurdu. Rəqibin rəngli formada olan oyuncuları oyundan kənar vəziyyəti pozurdu hal-hazırda. Hesab 2-1 Xuda City komandasının xeyrinə oldu. Xuda City yenidən irəli çıxmağa çalışır. Xocalı komandası sol cınaqda, sağ cınaqda topla hərəkətdədir. Bir toxunuşlu ötürmələrlə mərkəzə doğru ötürmə. Yenidən rəqibin alması Dögüşov. Mədət toplandı. Mədət mərkəzdə. Komanda yoldaşdan Mədətdən geriyə Abdullah'a ötürmə. Abdullah baxır. Abdullahdan ötürmə. Abdullahdan Mədət yenidən bəylər. Abbasdan irəliyə ötürmə alınmadı. Yenidən Mədət. Fəriddən
Yenidən Fərid. Fərid mərkəzdə çox iş görür bu gün. Çox ürəklə oynayır. Rəqib komandalara demək olar ki, imkan verir. Fəriddən irəli ötürmə, Bəylər sürətlidir. Topa çatacaqmı? Çatdı. Bəylər qarşıdakı rəqibi keçmək istəyir. Bir rəqibi ilə sıyrıldı, ikinci rəqibindən artıq idi. Artıq bu gücü çatmadı. Yenidən Bəylər. Fərid. Bəylər yenə alınmadı. İlkin topu qarşıladı. Yenidən Xocalı komandası irəli çıxmağa çalışır. Mərkəzə ötürmə. Mərkəzə ötürmə. Qapıya zərbə. Top qapının üstündən keçdi. Canlıdır. Ne oldu? Xuda City komandası topu oyuna daxil elədi. Şərəfdən diagonal uzun ötürmə. 19 nömrə oyunçumuz topu qarşıladı, qəbul elədi. Rəqiblərindən keçdi. Bir ötürmə. Mədət toplandı. Mədət oyunçuları axtarır. Abbas sürətlidir. Abbas qapıçını keçə bilərdi. Qapıçı vaxtında qapını tərk elədi. Topu qəbul elədi. Xocalı komandası mərkəzdən hücuma keçməyə çalışır. Ötürmə Abbas. Abbasdan qeyri-dəqiq toxunuş, rəqibə düşdü. İlkin rəqibi qarşıladı və topu məcbur etdi ki, yan xəttdən çıxarsın. Out. Hesab 2-1. Xuda City komandasının xeyrinədir. İkinci hissədə ilkən qollar vuruldu. Əvvəl Xocalı komandası vurdu, sonra isə Xuda City komandası yenidən fərqi artırdı. Out. Oyuncu dəyişikliyi var hal-hazırda Xuda City komandasında. Mədət oyunu tərk elədi. 7 nömrəli oyuncu üzr istəyirəm. Oyuna daxil olan oyuncu 12 nömrəli Enes. Xocalı komandası topu yan xəttdən, qapı xəttindən çıxardı. Yenidən qapıcı topu oyunu daxil edəcək. Və yoldaşlıq oyunudur hal-hazırda Xuda City və Xocalı komandası arasında keçirilir. 2-1 Xuda City'nin xeyrinədir. Yenidən rəqib komanda, qonaq komanda hücuma keçir. Rəqib meydança daxilində ötürmələr etsə də effektiv alınmadı. Enes toplandı. Yeni daxil olan ilk toxunuşudur Enes'in topa. Enes sürətlidir. Topla hərəkətlir. Enes bir rəqibi ilə sıyrıldı. Enes rəqib yoldaşlarını axtarır. Enes'in ötürməsi dəqiq olmadı. Daha ağıllı və yaxşı ötürmə eləmək oldu. Abdullah rəqibindən topu gözəl aldı. Abdullahdan mərkəzə oturma. Abbas baxır. Abbas komanda yoldaşını axtarır. Abbasdan ötürmə. Bəylər topu qəbul elədi. Bəylər toplandı hal-hazırda. Bəylərə qarşısında rəqiblər var. Bəylər rəqiblərini keçir. Qapıya zərbəsi qədər də qüvvətli deyil. Yenidən Xocalı komandası hücuma keçməyə çalışır. Qarşısında Osman var. Osman bugün çox zəif oynayır. Osman rəqiblərini heç cür ağıllı şəkildə qarşısını kəsə bilmir. Osmandan ötürmə. Hər halda yəqin ki, o da artıq qayda pozulub. Hakim bunu gec də görsə qərarını verdi. Yenidən Xuda City komandasının qapısı qarşısında təhlükəli vəziyyət yaranır. Cərimə zərbəsindən birbaşa topu qapıya göndərən oyuncu yenidən topun arxasındadır. Onun qüvvətli zərbələri var. İnanaq ki, bu dəfə rəqib komanda topu birbaşa qapıya göndərə bilməyəcək. Hakim fitindən sonra yenidən qapıya zərbə, top bu dəfə qapının üstündən keçdi. Qüvvətli zərbə də olsa, o qədər təhlükəli və dəqiq zərbə deyildi.
Sabir bugün yoxdur. Yox, Sabir bugün gəlmir. Sabir bugün oyunda görmürük. Yoxdur. Ehtiyat oyuncular ortacağında da yoxdur. Ümumiyyətlə Sabir bugün gəlməyib. Oyuna gəlməyib. Yəni güclü səbəbdən gəlməyib. Xocalı komandası hücuma çıxmağa çalışır. Qapıya zərbə vurmağa çalışdılar, alınmadı. Şərəfdən ötürmə. Bəylər rəqibini keçməyə çalışır. Bəylərdən ötürmə sağ cinağa doğru. Enes toplandı. Enes mərkəzdədir, toplandı. Abbas, Şərəf, Osman. Fərid oynayır, bəli. Fərid oyundadır. 2 nömrəli oyuncu mərkəzdədir. Bəylər topu buraxdı İskəndərə. İskəndər toplandı. İskəndər rəqibi keçmək istədi, alınmadı. Rəqib İskəndərin hiləsinə aldanmadı. Yenidən Xocalı komandası hücuma keçir. İlkin. Ötürməsi Abdullah. Abdullahdan İskəndərə. İskəndər toplandı. İskəndərdən mərkəzə ötürmə. Abbasdan ötürmə Enes. Enes görün topa çata biləcəkmi? Enes topa çatdı. Yanında artıq qarşısında rəqiblər bağlayıb. 19 oyuncumuz Min. İrəliləyir, qarşısında rəqibləri var. Gözəl hərəkətlər eləyir. Qapını yoxlamaq istəyir. İskəndərdən qapıya zərbə. O qədər də qüvvətli olmadı. 16 yaşlılardır. Rəqib komanda oyuncusu topu qəbul elədi. Yanında İskəndər var idi. Abbas toplandı. Abbasdan ötürmə. 19 nömrə oyuncu çox gözəl hərəkət edir. Çox gözəl. Enes oyunçunun qarşısındadır. Ala bilmədi yenidən geriyə. Osmandan qapı qarşısına ötürmə. Bu məncə qapıya zərbə idi. O qədər dəqiq alınmadı. Bəylər. Buradan düş. Elə. Buradan düş. Bildin, başa düşdüm. Gülbala. Ənə verdim, adboy verdim mən də. Xocalı komandası yenidən mərkəzdən topu bir-birlərini ötürüb hücuma çıxmağa çalışırlar. İlkin topu qarşıladı. İlkin mərkəz xəttin keçdi. İlkindən İskəndərə ötürmə. İskəndər toplandı. İskəndər bir rəqibindən sıyrıldı. İskəndər iki rəqibin arasındadır. İskəndər. Bəylər toplandı. Bəylər bir rəqibindən sıyrıldı. Bəylər iki rəqibindən sıyrıldı. Bəylər keçə bilmədi. Artıq Fərid. Dəqiqişov. Osmandan Şərəfə. Yenidən Osman toplandı. Osmandan mərkəzə Şərəfdən Enes komanda yoldaşdan Enesdən mərkəzə ötürmə. 19 nömrə oyuncu qapıya vurmaq, zərbə vurmaq istəyir, alınmadı. Qarşısında müdafiəçi kəsdi yenidən Osman toplandı. Osmandan ötürmə Bəylərdən İskəndərə ötürmə. İskəndər toplandı. İskəndərdən mərkəzə ötürmə, rəqiblər çıxarır. Enesdən qapıya doğru zərbə zəif idi. Fərid topu mərkəzdə qarşıladı. Yenidən mərkəzə ötürmə, alınmadı. Xocalı komandası çıxmağa çalışır. Abbas bugün çox gözəlsən Abbas. Abbas rəqiblərini keçməyə çalışır. Abbas qapıya baxdı. Abbasdan qapıya zərbə. Az fərqlə qapından yan keçdi. Abbas bugün oyunun ən yaxşılarındandır. Hesab 2-1 Xuda City komandasının xeyrinədir. Xuda City 2, Xocalı futbol klubu 1. Rəqib komanda yenidən topu oyuna daxil elədi. Ötürmə. İskəndər. Hesab 2-1 Xuda City komandasının xeyrinədir. Xocalı komandası dərhal irəliyə topu vurdu. Qapıçı Ramazan topu müdafiəçilərin iştirakı ilə tutmağı bacardı. Şərəfdən mərkəzə ötürmə. 19 oyuncuğumuz Emin
Sağ cinaqdan hərəkətlidir. Bir rəqibindən sıyrıldı. Gözəl hərəkətlər. Enesə ötürmə. Enes baxır mərkəzə. Enesdən yenidən ötürmə. Yenidən bir rəqibindən sıyrıldı. İkinci rəqibindən sıyrıldı. Yerdə qalan oyunçumuz Fərid. 2 nömrəli oyunçumuz Fərid topu qarşılamağa çalışır. Çata bilmədilər. Rəqibin oyuncusu topu qəbul edir, qapıya zərbə vura bilmədi. İlkin topu yan xəttdən çıxarır. Yeni gələnləri salamlayırıq. Nəzərinizə çatdıraq ki, bu 16 yaşlar arasında yoldaşlıq oyunudur. Xocalı və Xudat City komandalar arasında yarış keçirilir. 2-1 Xudat City hesabda irəlidədir hal-hazırda. Enes toplandı. Enes'dən komanda yoldaşından ötürmə alınmadı. Yenidən Xocalı komandası çıxmağa çalışır. Xocalı komandası cəlmə meydançasına yaxınlaşır. Top yan xətti tərk elədi. Qapı xəttini daha doğrusu qonaq komanda küncdən zərbə yerinə yetirəcək. Rəqib komanda, qonaq komanda küncdən zərbə yerinə yetirir. Hakimin fitilindən sonra küncdən zərbə çox səliqəsiz. Topa toxunuş, top belə olduğu nöqtədən qapı xəttini tərk elədi. İndi isə qapıcı Ramazan topu oyuna daxil edəcək. Topun arxasına Şərəfdir. Şərəfdən mərkəzə doğru ötürmə. Abbas qarşılayan birincidir. Topu saxlaya bilmədi. Abbasdan mərkəzə ötürmə. Abbas yenə toplandı. Abbas bir rəqibdən sıyrıldı. Abbas arxasında oyuncu var. Abbas topla hərəkət edir. Komanda yoldaşına atır. Geriyə yenidən Osman. Osmandan diaqonal ötürmə. Bəylər topla. İskəndər topu rəqibdən aldı. Yenidən rəqibə hədiyyə elədi. Fərid. İndi rəqib 1-1'dir və gol. Ani bir səhv. Hesab alsın ki, fərq bərabərləşir. 2-2. Bu 16 yaşlı Xudat City Xocalı. Автогол. Abi. Bəli. Автogol oldu. Kimədəydi? İlkin vurdu. Oyuncumuz Oyuncumuz vurdu. Oyun avtogol. Biraz oyuncularımız əlbəttə ki, layiqiyə oynayırlar bu dəqiqələrdə. Harasa öyle başdan ötürdə oynayırlar. Ciddi yanaşmırlar topa. Bu da City topu yenidən mərkəzdən başlamağa məcbur oldu. Əlbəttə ki, oyuna ciddi yanaşmalılar, rəqibi zəif görmək olmaz. Bəylər rəqiblə mübarizə apardı, mübarizədə uduzdu. Mədət topu qarşılaya bilmədi. Fərid rəqibi ilə sıyrıldı. Fəriddən bəylərə ötürmə. Bəylər qarşılaya bilmədi. Rəqib komanda topu çıxarmağa çalışır. Fərid toplandı. Fərid mərkəzə. Fəriddən dəqiq olmayan ötürmə. Yenidən komanda. Xocalı komanda çıxmağa çalışdı. Onlar da səhvi yol verdilər. Osmandan ötürmə. İskəndər nə edəcək baxdı. Abbas toplandı. Abbas qapıya zərbə vura bilmədi. Qapçını keçsə də vura bilmədi. Mədət toplandı. Mədət keçəmədi. Qaçmaz oyunudur. Oyunda daha belə. Fərid toplandı. İlkindən mərkəzə Şərəf komanda yoldaşlarını axtarır. Şərəfdən İskəndərə. İskəndər qapıya baxdı. İskəndərdən ötürmə. Bərk alındı. Yaxşı ötürmə meydanca bərk alındı. Yenidən
Yenidən İskəndər rəqibdən topu uğurladı. İskəndər sağ cinaqla hərəkət edir. İskəndər rəqibindən sıyrıldı. İskəndərdən ötürmək. Rəqibi keçən top. Hal-hazırda oyun Xaçmaz oyun Qoçalı kənd stadionunda keçirilir. Xudat City və Xocalı futbol klubu 16 yaşlılar yoldaşlıq oyunu keçirirlər. Topun arxasında bəylərdir. Bəylərdən Fəridə ötürmə. Fərid cəlmə meydançasına baxdı. Fəriddən bəylərə yenidən ötürmə. Oyundan kənardan və hakim bu epizodu oyundan kənar vəziyyət kimi qiymətləndirdi. Yenidən Şərəfdən mərkəzə ötürmə, tez hərəkət eləmək lazımdır. Sürətli çıxmaq lazımdır. İskəndər top istəyir, İskəndərə ötürmə. İskəndər qapıya baxdı, İskəndərdən zərbə alınmadı. İkinci zərbə alınmadı. Yenidən top qapı xəttini tərk elədi. Bir neçə dəqiqədir ki, Xudat City komandası qapısına top buraxandan sonra artıq oyunda ciddiyyətini artırmağa çalışır. Hesab arasındakı fərqi dəyişməyə çalışır. Hesab isə 2-2'dir. Xudat City komandası gün zərbəsini yerinə yetirəcək. Topun arxasında Osmandır. Osmanla qapı ağzına ötürmə. Başına zərbə alınmadı. Top İskəndərdədir. İskəndər rəqibini keçməyə çalışır. Fərid topu qəbul elədi. İskəndər baxır. Fərid. Fəriddən qapıya zərbə. Top qapının üstündən keçdi. Yaxşı vurmuşdu əslində Fərid. Dəqiqliyi çatmalı sadəcə olaraq. Xocalı komandası yenidən topu oyuna daxil elədi. Yenidən çıxmağa çalışırlar. Mədət topda birincidir. Mədət cəlmə meydançasına girir. Mədət alınmadı. Mədətin zərbəsi alınmadı. Fərid oyuna nəzarət edir. Fəriddən ötürmə. Mədət. Yenidən top uzaqlaşdı. İlkindən Osman'a ötürmə. Osman rəqiblərinə baxır. Osman daha dəqiq pas vermək lazımdır. Şərəf komanda yoldaşlarını axtarır. Mərkəzə ötürmə. Alınmadı. Yenidən Abdullah topu qarşıladı. Abdullah səhv eləmək olmaz. Abdullah orada. Abdullah topu rəqibə verdi. Rəqib çox sürətlidir. Osman özünü çatdırdı. Topu rəqibdən almağa nail oldu. Osman toplandı. İlkin. Yenidən Osmandan İskəndər ötürmə. Sağ cinaqla hərəkət edir İskəndər. İskəndər rəqibi keçməyə çalışdı. Alınmadı. İskəndər döyüşür. Rəqiblə mübarizə aparır. İskəndər yenidən topu qazandı. İskəndərdən ötürmə. Qarşıda heç bir komanda yoldaşı yoxdur. Canlıda olan hər kəsi salamlayırıq. Mədət topu almağa çalışdı. Alınmadı. Yeni qoşulanlar hər kəs xoş gəlib. Dəstək olaq. Osmandan ortaya, mərkəzə Fəriddən diaqonal oturma, Bəylər istiqamətində. Bəylər toplandı. Bəylərdən qapıya zərbə, qapçı. Künc Fərid bugün çox döyüşkəndir. Fəriddən yenidən mərkəzə ötürmə. Xocalı komandasının müdafiəçisi cüssəsi ilə Fəridi qalib gəlməyə çalış. Fərid yenidən Abbasdan ötürmə. Bəylər topu yerə salmaq lazımdır. Bəylər ötürmə verə bilmədi. Ara ötürməsi keçmədi. Rəqib bunu hiss elədi. Topu qarşıladı. Xocalı komandası. Bəli, Abdullah sürüşmə fəndindən topu rəqibə vurub çıxardı. Altdan topu Xudat City komandası oyuna daxil edəcək. Hal-hazırda hesab 2-2'dir. Mərkəzə ötürmə. Abbas topu qarşıya bilmədi. Abbas, Bəylər toplandı. Bəylər qarşısında rəqibi var. Bəylər rəqiblərinə sırılmağa çalışır. Bəylər
Bəylər rəqibindən ayrıldı. Bəylərdən diagonal ötürmə, mükəmməl bir ötürmə. Qapıya zərbə vurmaq lazımdır. İskəndərdən qapıya zərbə alınmadı. Burada penal var. 11 olmalıdır. Bəli. Cərimə meydançası daxilində topsuz vəziyyətdə oyunçuya müdaxilə. Qapıcıdan kobud səhv. Enes oynayır bəli. Enes sağ cinahda oynayırdı. Enes səhv eləmirəmsə dəyişdi. Belə şey olmaz. Belə bir şey olmaz. Belə bir şey olmaz. Belə şey olmaz. Belə şey olmaz. Давай. Uşaq futboludur. Belə bir şey olmaz futbolda. Ayıbdır. Bana bak